Bu da həmin o gözəl çay. FX Leopard bottle versiyon. Yəni FX-imiz karbon balonda. Yəni bunun iki versiyası var. Tək havası buzda olan və əlavə üstündə balon olan versiyası var. Bugün təqdimatda FX Leopard bottle versiyon və üzərində qurlaşdırdığımız 34 mm turbalı 7 YLR Gen 2 540 56 SFIR FFP optikamızdır. 5 dəfədən 40 dəfəyə qədər yaxınlaşdırır. Zero stopu var. Patsirtkası var. Dəhşət təmiz şüşələri var. Yapon şüşələridir. Şüşələri, yəni 7 versiyalarda Yapon şüşələri gəlir. Kompleks şəkildə yəqin ki satışa çıxardacağıq. Bugün testimizdə mən istifadə edəcəyim optikanın qoyaq kənara. Quş telimiz bizim Viral XL hissəsi sıfıra salan dünyanın bir nömrəli quş teli, yəni moderator. Çox gözəl, effektiv bir moderatordur. Səssiz həddən artıq çox qısır. STP-ni oynatmır, açıb bağlayanda problem yaratmır. Belə mən tiri yəqin ki sıfırlayıb yüngül nastroyka edəcəm. Çünki nastroykası FX-in bilirsiniz vaxt aparan bir şeydir. Nastroykaları eləyəndən sonra, yəni yüngül nastroykaları eləyəndən sonra test açışlarına keçəcəyik və nəticədə sonunda bu optikanı bu tirin üzərində sıfırlayacağıq və kompleks şəkildə bizim dükkanda bunu satışa çıxardacağıq. Ekskluziv olaraq bax bu gördüyünüz bu soşka məndən bizim alıcımıza hədiyyə olacaq. Əgər alıcımız YouTube kanalımızdan gəlirsə, bunu diqqətdən altını çizərək söyləyirəm. Türklər demişkən. FX haqqında qısa məlumat verim. 2025-in sonlarında çıxan modeldir. Bunlar 3 versiyada olur. 500, 600 və 700 mm-lik lülə ilə. Əlimizdə olan versiyalar hamısı 700 mm-lik lülə iləndir. Sniper versiyadır. IMP reduktorundan təchiz olunub. Reduktorun ayar yəni aralığı çox böyükdür, çox dəqiqçi və tez də olur. 54 cc-lik power plenumumuz var. Tətiyimiz yüksək həssaslı tətikdir. Safe 2 tərəflidir. Yəni həm bu üzdən, həm bu üzdən predikasiya keçirdə bilirsiniz. Altında Picatinny reysi var. Balonumuz açıla bilən balondur, amma buradan açılanda buradakı hava da çıxır biləsiniz. Bunu buradan açsaz bu havanı da buraxacaq görə. Reduktorumuz dediyim kimi IMP-dir. Tirimiz FX Leopard Sniper Bottle versiyon. Bu cür adı gedir. Yəni girib internetdə də məlumat ala bilərsiniz. FX şirkətinin Azərbaycanda yeganə rəsmi və ekskluziv distributor olaraq biz sizə FX-in bir çox modellərini dükkanımızda təqdim edirik və mən mütəmadi olaraq sizə FX modelləri olsun, digər təmsil etdiyimiz krallar olsun və yaxud Reximex olsun, Dianası olsun təqdim edirəm və hazır kompleks şəklində sizə satışa təqdim edirəm. Çünki bəzi müştərilərimiz nə sıfırlamanı bilmir, nə ya da bilir amma onunla məşğul olmaq istəmir. Deyir, mən gedim tirimi alım, qırma seçim eləməyim, nastroyka eləməyim, birbaşa qoyum gülləni atım. Mən müştəri mağazində bunu satanda desinlər ki, qardaş, bax, bu gülləyə sıfırlanır, super atır, mən gülləmi alım, atım bu cür. Yəqin ki 1 qram və 1.3 qramlıq slab güllərlə sıfırlayacağıq, ya ona ya buna sıfırlayacağıq. Hansı daha gözəl atsa, daha gözəl nəticə versə. Üzərindəki liner, biləsiniz, FX-in Superior Heavy Slug lineridir. Bunun üzərində olan liner, yəni vəhşi bir şey olmalıdır. İnşallah test nəticələrini birlikdə görəcəyik. Mən videolarım adətən biraz çox uzun çəkir. Yəni informasiya verəndə, həm danışanda eləyəndə biraz çox informasiya vermək istəyirəm. Həm də bu dəfə çalışacağım atış hissələrini sizə qısa-qısa çəkim ki, çox başınızı ağrıtmasın. Yuxarıdakı biraz axşamlar ki videoları çəkirəm. Yəni siz bunu evdə oturub baxanda bilin ki, mən bunu axşam çəkmişəm. Axşamlar videonu çəkdiyimə görə bəzən LED işıqların miqatis filan maraqatlamanı düşür edir. Onun üstündə işləyirsən, biraz başarılı adamın. Bir kamera çəkdiyini, o birisi kamera çəkdiyini sinxronizasiya eləmək uzun vaxt çəkir. Ona görə gərək zürü hesab edəsiniz. Mən videonu çəkirəm, 2-3 gün ancaq onun montajına əziyyət çəkirəm. Həm də bu işin professionalı olmadığıma görə yəqin ki, məni başa düşərsiniz. Belə dostlar, testimizə başlayaq.
Yenə təkrar edirəm. FX Leopard bottle versiyonunda sniper, yəni 700 mm-lik lülədə. Optikamız Discovery Optics'dən 7ALR Gen 2 5-40-56 SFR FFP. Yəni 5 dəfədən 40 dəfəyə qədər yaxınlaşdırır. 34'lük turbo ilandır. 56'lıq obyektivlərdir. Dioptriyası -3'dən +3'ə qədərdir. Dəhşət bir şey. Çox təmiz göstərdi. Yəni buna baxmaq gəlir. Mən gündüz baxmışam. Çox təmiz göstərdim. Belə dostlar, xeyir olsun. Gedə görək nə alır. Deməli, bir mağazin dili doldurmuşam 1,3 qramdan və kağızda 3 dənə qrupman eləyəcəm. Daha 4 dənə çıxır da nəticədə, 4 qrupman eləyəcəm. 6 güllədən. 4-cü qrupman tam olmayacaq, amma yenə də. Atıq. Atıq biraz. Hemen yere tuturup yaratırıq. Dağılır. Şu göreyim. Bu sürət çatışmamazlığı hiss edirəm mən. Bəli. Güllə fakt olaraq spirallayır. Ona görə gəlin bunun reduktorunu biraz artıraq. Təəssüf ki, yanımda şey yoxdur. Ayarımız 12'ye koyduk ayarı. 3 yarımda bu. Düşünürəm sürət azlığı var idi. Görə indi nə verəcək? 1. Doğru tutub atırıq. Kalır. Şöyle. Bu birinci grupman deyək. Keçək ikinci grupmana. Bir. Reduktorumuzun oturması da var da. 2. 3. 4. 5. Gördünüz. Reduktorunda oturuşup.
Üçüncü qrupmana geç. 1, 2, 3, 4, 4. Böyle. Bir 5 tane atak. Yani sürəti tam olarak bilmədim. Yani hal-hazırda reduktoru ayarlamışam 900, elə bir 120 atmosfer, 118 atmosfer ayarlamışam. Yani 10 atmosfer artırmışam. Düşünürəm ki 920-925 FPS-lərdə atır. Ortada olan risk fərqi hiss elədiniz də. Yani cəmisi 5-6 metr saniye oynama var ortada. Sürət qalxıb. 285-290 arası düşünürəm. Günərlə qrupman ataq. Çəkirsən Maya, çəkir. Eyni deşikdən keçirdir. Aynen. 5 tane. Ya indi gedək həmin atdığımız qrupmanı bir yoxlayaq. Yəni mən sizə göstərim. Bax burada bunu çevirmək necədir? Hop, belədir vəziyyət. Birinci qrupmanda tirin, yani ben bunları almıştım diye dedim ki, yani təxmini nastroykalarımız qutarıb. Üstündə radar yox deyib. Bu qrupman attım, xoşuma gəlmədi və düşündüm ki, yəni mən bunu təzədən düzəldib yenə çəkməyim düz olmaz. Yanlış başa düşülə bilər də. Sadəcə olaraq yəni reduktorun ayarını qaldırdım. 120 atmosferə yaxın bir şey elədim və nəticəni görək. Burada reduktor yerinə oturuşur. Bu verib bizə bundan başqa. Yəni burada ya bu idi, ya bu idi bilmədim. Hansı idisə şey, əsas nöqtəmiz. Reduktor oturuşana qədər 2 santimetrdən az. Yəni dəqiq desək 1,9 santimetr. Ondan sonra bu ikinci grupman. İkinci grupmanımız bir toçka burada, bir toçka burada. İkinci grupmanımız verdi bize. Merkezden merkeze. 1 santimetr. 1,1 santimetr. Ondan sonra üçüncü grupman attık. Bir tane atırv yarattık. Atırvla birlikte. Atırvı saymıram. Yani düzgün başa düşün. Atırvsız 1 santimetr. Bu da son attığım grupman idi. 1, 2, 3, 4, 5. Yani birinci gülle burada, yok birinci gülleyle bura değmişti. Dərsi de attım. Yani attığımız yer burada. Eğer bunu atırıp saysak, yani atırıp saymak düz olmaz. Atırıp saymayaq. Belə bize verir. Yarım santimetr. Adam gülməyə gəlir. Belə bize verir. 0,7 santimetr. Yani atıldıkça bu tır daha qəşəng atacaq. Heyf üstümdə məhz radarım yoxdur. Radar olsaydı, bax bu, burada neçə dənə güllə var da videoda görəcəksiniz. Baxın, hamısı birlikdə hesablasaq. 0,7 santimetr. Bu qədər rahat, bu qədər gözəl. FX yenə öz sözünü dedi. Tirimiz bu şəkildə satışa çıxarılacaq. Yəni üzərində 7 optika ilə birlikdə 5, 40, 56 optika ilə birlikdə və sırf YouTube səhifəmizdə abunə olan yoldaşlara məndən
bir ədəd karbon soşka hədiyyə olacaq. Amma ancaq YouTube-dan gələnlərə. Belə dostlar, xeyirli olsun inşallah. Çəkiliş etdiyimiz də bax, kameramız budur. Bundan zoom eləyib çəkirəm. Optikamız bu. Tirimiz bu. Tirimizin seriya nömrəsi o birisi tərəfindədir. Tirimizin seriya nömrəsi. Sonu harada da? Sonu 242. Və reduktor ayarımız hal-hazırda tirimizə vurmuşdum 170 atmosfer, 180 atmosfer. Bir mağazin atmışam, qalıb 150. Bu da reduktorun ayarı 120, 110, 120, 125 atmosfer. 125 atmosferə qaldırdım. Təxminən 105'deyim. Gördüyünüz nəticə necə dəyişdi. Makro və mikro ayarlarımız. Makromuz 12'də, mikromuz 3.4'də. Belə dostlar, kim alsa xeyirli olsun.